Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahımızda mühəmmə nəşriyyatından sifət mövzusunun suallarını izah edəcəm. Videona izaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallara. 1. Bir aşağıdakı sözlərdən biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir. Yəni nitq hissəsi baxımından. Maraqlı sifət, ağıllı sifət, bilikli sifət, sevimli sifət, şəhərli isim. Cavab E variantı. İkinci sual. Sifətlə bağlı verilən fikirlərdən hansı doğrudur? Doğru olanı istəyir. A. Sifət aid olduğu əşya ilə bərabər işlənmir. İşlənir. Səhvdir. Adı üstündə aid olduğu. Sifət ismin xüsusiyyətlərini daşımadan mübtəda tamamlı xəbər kimi işlənmir. Xəbər kimi işlənə bilər. Səhvdir. Sifət qeyri-müəyyən yiyəlik halda işlənə bilmir. Niyə işlənməsin? Körpə səsi. İşlənir. Sifət aid olduğu ismin itirdikdə hər zaman müstəqil cümlə üzvü kimi işlənir. Səhvli söz birləşməsinin tərkibində ola bilər. Məsələn, körpə ağlayanda. Morfoloji və sintaktik sual fərqlənə bilər. Bəli, doğrudur. Morfoloji sual nitq hissəsi olaraqdır. Sintaktik sual cümlə üzvü olaraqdır. Məsələn, körpə ağlayır. Körpə sözü burada kim sualına cavab verir? E variantı. Üçüncü sual deyir, düzəltmə sifətləri müəyyən edin. Hürəyən, bəli, düzəltmə sifəti. Hürməkdən hürəyən. Küsəyən, küsməkdən küsəyən. Yatağan, yatmaqdan yatağan. Qiyabi sadədir. Qaçaq da qaçaq. Qaçmaqdan qaçaq. Olur? Olur olmağına. Deməli, 1 olur hürməkdən hürəyən. 2 olur küsməkdən küsəyən. 3 olur yatmaqdan yatağan. 3. C variantı, qaçaq isə düzəltmə olsa da sifət yox, isim olur. Dördüncü sualda hansı cümlədə quruluşla düzəltmə olan iki sifət işlənibdir? Birincisi, dünənki qonaqlar güclə danışırdılar. Burada bir dənə dünənki var, başqa da yoxdur. Onun vaxtsız gedişi məni daim üzürdü. Burada bir dənə vaxtsız var, başqası yoxdur. Bugünkü qonaqlığa narıncı palto geyinmişdi. Bugünkü sözü düzəltmə yox, mürəkkəbdir. Azğın düşmən qaynar suyu aşağıya axıtdı. Cavab D variantı. Azmaqdan azğın sifəti, qaynamaqdan da qaynar sifəti. Beşinci sual deyir, azaltma dərəcəli sifət işlənmiş cümləni müəyyən edin. O çox kəmövsələ adamdır, azaltma dərəcəsi deyil, çoxaltmadır. Qarabəniz simasında şirin bir təbəssüm vardı. Burada şirin adi dərəcədir, qarabəniz adi dərəcədir. Ayselin nəvəsi alagöz bir qızdır, alagöz adi dərəcədədir. Bizim müdir açıq fikirli, bu da adi dərəcədədir. Bir bax, o gördüyün qarayanız qız mənim qızımdır, yalnız azaltma dərəcəsinin göstəricisidir. Cavab E variantı. 6-cı sualda deyir ki, sifət yalnız ismin xüsusiyyətlərini daşıyanda nöqtələrin yerinə cümləni də tamamlaya bilər. Deməli, yalnız ismin xüsusiyyətini daşıyanda cümlədə xəbər kimi işlənə bilir, isimləşmədən də işlənə bilər. Cümlədə təyin ola bilir, isimləşmədən olur. Cümlədə mübtəda xitab kimi işlənməsi üçün bəli isimləşməlidir. Aid olduğu əşyanı təyin etmir isimləşəndə. Bu da doğrudur. 3-4 B variantı. Eyni şəkilçi ilə yaranan sifətləri müəyyən edin. Burada sadə bir detaldır. Əgər söz şəkilçinin qoşulduğu sahət qapalıdırsa, orada ıq şəkilçisidir. Açıqdırsa, aq şəkilçisidir. Bax, soyuqda ıqdır, böyükdə ıq şəkilçisidir, çürükdə ıq şəkilçisidir. 1, 2, 5 bir yerdədir, titrəkdə aq əkdir. Parlaqda da yenə də aq ək şəkilçisindən istifadə olunur. 1, 2, 5, bir də ki 3, 4. 1, 2, 5, 3, 4. Hanı? C variantı. 8-ci sualda mürəkkəb sifət işlənmiş cümləni müəyyən eləyin. Yenə həmişəki kimi rəngarəng paltarlarını geyinib, rəngarəng 1. Elçinə açıq qırmızı rəng, açıq qırmızı 2. İnsan həyatda daima əli açıq olmalıdır, əli açıq olmaq feildir. Dünənki yol qəzasından sonra orada saysız hesabsız saydı. Şəhərdəki binaların hamısı çox mərtəbəlidir, çox mərtəbəli 5-i də götürdüm, 1, 2, 5 A variantı. 9-cu sualda cədvələ əsasən uyğunluğu müəyyən eləyin. Dümdüz sifətində morfoloji yolla çoxaltma dərəcəsi əmələ gəlibdir. Bəli, doğrudur. Burada M pırısıdan istifadə olunubdur. Yanlış yazıb getdi. Biz yaxşıca dincəldik cümləsindəki sifət çoxaltma dərəcəsindədik. Buradakı söz sifət deyil, zərfdir. Ağlayan və dinləyən sözləri düzəltmə sifətlərdir. Xeyr, bunlar feili sifətlərdir. Qabağına da yanlış yazdığı üçün cavabımız C variantı. Onun sualda yaltaqlıq pis sifətdir, lap iyrənc rəzalətdir. Deyir ki, nümunə ilə bağlı aid olan doğru fikirləri axtarırıq. Axtaraq. Deməli, 1. Sifətlərdən ikisi quruluşda düzəltmə, biri isə sadədir. Cümlədə pis, bir dənə burdu, bir də ki, iyrənc. 2 dənə sifətimiz var. Deyir ki, ikisi quruluşda düzəltmə, biri isə sadədir. Bu 3 dənə sifət yoxdur nümunədə ümumiyyətlə. Bunu sildik. İsmin xüsusiyyətini daşıyan sifət pis də, iyrənc də heç bir ismin xüsusiyyətini daşımır. Sifətlər müxtəlif dərəcədədir. Pis adi dərəcədədir, iyrənc lap iyrənc çoxaltma dərəcəsindədir. Təyin ifadə vasitəsidir. Bəli, ikisi təyindir.
Nümunədə cəmi 2 sifət işlənib, bəli, doğrudur. Heç bir ismi və ya feil ilə amonim deyil, bəli, heç biri amonimlik xüsusiyyəti daşımır. 3-4 cavab B variantı. 11-ci sualda deyir ki, hansı cümlədəki kökü sifətlə amonim olan söz işlənmişdir? Baxın, sözün kökün sifət axtarmırsınızsa, sözün kökün başqa nitq hissəsi axtarırsınız. A variantında düzəlmək sözünün kökü düz sifətidir. Ona görə bu ola bilməz. B variantında cərgədə yer azaldığına görə hər kəs bir az da sıxlaşmalı oldu. Sıxlaşmalı sözün kökü sıx. Burada sözün kökü sıx sifətidir. Bu da ola bilməz. Pandemiya dövründə yeyib yatmaqdan xeyli kökəlmişdi. Burada kök sözün kökü yenə də sifətdir. Bu da ola bilməz. Tarı əlinə alan tarzən onu yenidən köklədi. Cavab D variantıdır. Köklədi sözünün kökü kök ismidir. Kök ismi də kök sifəti ilə amonimdir. 12-ci sualda ailəmiz mülayim, yaşayışımız sakit, dolanışığımız mehriban idi cümləsinin təhlilinə aid deyil. Səhvi axtarırıq. Mülayim, sakit və mehriban. 3 dənə sifət var. Üçü də xəbərdir. Heç biri də isimləşməyibdir. Deməli, A variantda cümlədəki sifətlərdən heç biri ismi xüsusiyyətini daşımır. Bəli, doğrudur. Çünki öz suallarını saxlayıblar. Kökü sifətlə amonim olan söz işlənməyibdir. Səhvdir. Səhv fikir B variantıdır. Çünki yaşayışımız sözünün kökü yaş ismidir. Yaş, yaşa, yaşayış. Sözün kökü yaş ismidir. Yaş ismi də yaş sifəti ilə amonimdir. Amma burada deyil, işlənməyibdir. Cavab məhz B variantı olacaq. 13. İsmin xüsusiyyətlərini daşıyan sifət hansı cümlədə müstəqil cümlə üzvü deyil? Yəni, söz birləşməsinin tərkibində olacaq. A variantı, nənəm deyirdi ki, qocalıq gələndə ömrün payızı başlayır. Burada ümumiyyətlə sifət yoxdur, qocalıq isimdir. Həmişə yaxşı insanların yaxşı da sorağı gəlir. Yaxşı, yaxşı heç bir isimləşməyibdir. Kim başını salamat saxlasa, ağıllı adam elə odur. Ağıllı sözü isimləşibdir, amma mübtədadır. Akifin körpəsi atasını görən kimi tanıdı. Bax, körpə sözü söz birləşməsinin tərkibindədir. Müstəqil deyil. Cavab D variantı. 14-cü sualda deyir ki, hansı çadırı qurdu göydə? Topa-topa sıx buludlar. Burada sifətlər hansılardır? Topa-topa, bir də ki, sıx. 2 dənə sifətimiz var. Digərləri sifət deyil. Hansı sözü əvəzlidir? Deməli, deyir ki, verilmiş nümunəyə aid olan fikir, yəni doğru fikirləri axtarırıq. Axtaraq. Deməli, həm sadə, həm də mürəkkəb sifət işlənib. Sıx, sadə, topa-topa mürəkkəb, düzdür. Sifətlərin hər ikisi keyfiyyət bildirir, xeyr, əlamət bildirirlər. Görüntü. Cümlədə cəmi 3 sifət, xeyr, 2 dənə sifət var. Fərqləndirilən sifət sıx sifətindir. Sıxlaşmaq sözünün kökü ilə amonimdir, xeyr. Sıxlaşmaq sözünün özünün kökü sıx sifətidir elə. Səhvdir. Fərqləndirilən sifət sıxıntı sözünün kökü ilə amonimdir. Bəli, sıxıntı sözünün kökü sıxmaq feilidir və sıxmaq feili sıx sifəti ilə amonimdir. 1-5 E variantı. 15-ci sual. Dünənki çuqun boruları qapalı otaqda saxladıq ki, yaralıları da ora yığaq. Dünənki sifətdir. Sonra çuqun isimdir, ona baxmırıq. Qapalı sifətdir. Yaralı sifətdir. Deməli, cümlədə 3 dənə sifət var. Onlardan biri isimləşibdir. Yaralıları sözü isimləşibdir. Deməli, 1. Cümlədə 4 sifət işlənib, səhvdir 3 dənədir. Fərqləndirilən sifət dünənki. Dərəcəyə görə dəyişə bilmir. Bəli, dakidəki ki şəkilcili sifətlər dərəcələr üzrə dəyişmir. İsmin xüsusiyyətlərini daşıyan sifət feildən düzəlib, xeyr, yara ismindən düzəlibdir. Sifətin sualına cavab versə də sifət olmayan söz işlənibdir. Sifətin sualına cavab versə də çuqun sözüdür, doğrudur. Sifətlərin hamısı quruluş da düzəltmədir. Yaralı düzəltmədir, dünənki düzəltmədir, qapalı düzəltmədir. 5 də düzdür, 2, 4, 5 cavab B variantı. 16-cı sualda məzmunca çoxaltma dərəcəsində bənzəyən, lakin qrammatik baxımdan çoxaltma dərəcəsində olmayan söz işlənmiş. Bu tip suallarda adətən açıq, aydın, bir də açıq, aşkar sözlərini axtarın. Bu tip nümunələrdə açıq, aydın və açıq, aşkar sözləri olan nümunələri seçin. Görün burada varmı? Onun itləri hələ lap balaca idi. Bu çoxaltma dərəcəsindədir. Bu məsələ yanlış olduğu bax, açıq, aydın. Sifətdir, düzdür, adi dərəcədir. Amma ki, məzmununda şişirtmə məzmunu var. Ona görə cavab B variantı olur. 17-ci sualda hansı cümlələrdə ismin xüsusiyyətlərini daşıyan sifət işlənibdir? İsimləşmiş sifət axtarırıq. Deməli, 1. Gözləri ömür yaşından çox-çox öncə qoca olub. Burada qoca olmaq feildir. İnsanı ümidsizlik qədər yıxan ağır vəziyyət yoxdur. Ağır necə? İsimləşməyibdir. İnsanlığı yıxan içlərindəki baltalar fitnəkarlardır. Fitnəkarlar kimlər? Fitnəkar sifətdə amma isimləşibdir. Bildirkiləri çoxdan siyahıdan silmişik. Nəyi bildirkiləri? Bildirki sözü sifətdir, isimləşibdir. Tez gülənlər vaxtında gülənlərdən geridə qalır. Burada sifət yoxdur, feil sifət var. D variantı. 18. Alagöz sarışın körpəcə bir qız 4 divar içində ağlayır yalnız. Deməli, alagöz sarışın körpəcə
Dörd divar içində ağlar yalnız sözdə burada sifət deyil, zərfdir. Deyir ki, nümunənin təhlilinə aid olan fikirləri müəyyən eləyin, doğru fikirlər axtarırıq. Deməli, birinci misrada sifətin bütün dərəcələrinə aid nümunə işlənib. Alagöz, adi, sarışın, azaltma, körpəcə, çoxaltma. Bəli, doğrudur. Quruluşda 3 sadə, 1 mürəkkəb. Cəmi 3 dənə sifət var bu cümlədə. Səhvdir. Sifətlərdən biri ismin xüsusiyyətlərini daşıyır. Sifətlərdən alagöz necə, sarışın necə, körpəcə necə? Heç biri ismin xüsusiyyətini daşımır. Bu da səhvdir. Sifətlərin hamısı mübtədanı təyin edir. Bəli, burada qız sözü mübtədadır. Hamısı da alagöz sözünün vasitəsilə təyin olunurlar. Azaltma və çoxaltma dərəcəli sifətlər eyni üsulə yaranmışdır. Azaltma dərəcəsi sarışın şəkilçi ilə düzəlibdir, morfoloji üsul. Körpəcə yenə də şəkilçi, bu da morfoloji üsul, düzdür. 1, 4, 5 cavab olmalıdır. C variantı. 19-cu sualda deyir ki, hansı cümlədə eyni şəkilçi həm düzəltmə isim, həm də düzəltmə sifət əmələ gətirib? Adətən bu tip sözlərdə lıq, bir də ki, lıli şəkilçisindən istifadə edilir. Həmişə yox, adətən. Bir də ak, bir də ak, bir də ınq. Deməli, tarixi hadisələrin təsirindən ayılmayan xalqı dünyəvi işlərə məcbur etdilər. İvi şəkilçisini nəzərdə tutublar burada. Tarixi sözü sifətdir, dünyəvi sözü də sifətdir və burada da bir də onu deyim ki, dünyəvi sözü də sadədir. Bu ola bilməz. Xalqı sözündəki ı da qrammatikdir. Qorxaq gözlərindəki mərhəmətlə özünü isti yataqda hesab edirdi və qorxaq sözü ak şəkilçisi ilə düzələn sifətdir. Yataq sözü də ak şəkilçisi ilə düzələn sifətdir, isimdir. Ona görə cavabımız B variantı olacaq. 20-ci sualda isimlə sifətin müqayisəsini görürük. 1. Əşya ilə bağlı olur. İsim əşya ilə bağlı olmur. İsim əşyanın özü olur. Sifət əşya ilə bağlı olur. Səhvdir. Yalnız qrammatik mənası olan bəzi sözlərlə amonim ola bilir. Bəli, isim yalnız qrammatik mənası, yəni köməkçi hissəsi ilə amonim ola bilir, amma sifət də ola bilir. Yəni bu ortaqdır. Ona görə bunu da sildik. Zaten bunları silən kimi cavaba gedib çıxırsınız, cavab qalır 3, 4, 5. Yenə də yoxlayaq. 3 ortaqdır. Cümlədə axirində əsas sintaktik vəzifəsini itirə bilər. Bəli, hər ikisi itirə bilər. Sifətin sintaktik vəzifəsi təyin olmaqda itirə bilər. Mübtəda, ismin də vəzifəsi mübtəda tamamlı xəbər olmaqda, o da itirib təyin ola bilər. Sonra 4. Morfoloji və sintaktik sualları bir-birindən fərqlənə bilir. Bəli, fərqlənə bilir. Məsələn, körpə normalda necə sualına cavab verir, amma ki, məsələn, deyim, körpə ağları kim ağlayır? İtirdiniz öz sualını. Yaxud da ki, daş sözü normalda nə sualına cavab verir, amma daş hasar necə hasar sualına cavab verdi. İsmin xüsusiyyətini daşıyanda dərəcə əlamətini itirmir. Bəli, sifət heç vaxt dərəcə əlamətini itirmir. Cavab olur C variantı. 21-ci sualda sonuncu görüşdə tapdığım gövhər əvvəlki gövhərdən daha dəyərli. Burada sifətlər əvvəlki, bir də ki, dəyərli. Sonuncu sözü saydı. Deməlidir ki, nümunə bağlı doğru fikirləri seç. Seçək. 1. Nümunədə 3 sifət işlənib, hər biri 3 sifət işlənməyib. 2 dənə sifət işlənib, səhvdir. Sifətlər quruluşda düzəltmədir. Deməli, əvvəlki düzəltməli, dəyərli düzəltmədir, doğrudur. Daha sonra sintaktik vəzifələr eynidir. Əvvəlki gövhər hansı gövhər? Daha dəyərli, bu xəbərdir, bu təyindir. Aha, sintaktik vəzifələr eyni deyil, fərqlidir. Yanlışdır, qabağına da yanlış yazıblar. 2-ni götürürəm. 3. Sifətlərdən biri çoxaltma dərəcəsindədir, daha dəyərli, bəli. Biri isə kökü zərflə amonim olan sözdür, səhvdir. Çünki sözün kökü zərfin özüdür. Qabağına yanlış yazıbdır, bunu da götürürəm. 4. Birinci misradakı sifət təyin rolundadır. Birinci misrada sifət yoxdur ümumiyyətlə, səhvdir. Qabağına doğru yazıb deyə bunu götürmürəm. Daha sonra 5. Sifətlərdən biri kökü feil olan isimdən düzəlmişdir. Sifətlərdən biri hər hansı birinin kökü feil deyil axı heç birinin. Biri dəyərdir, biri də əvvəldir. Yanlışdır. Qabağına da yanlış yazdığı üçün bunu da götürürəm. 2, 3, 5 cavab A variantı. 22-ci sualda düzdür. Bunu eləmək çox çətin, amma çox vacibdir. Bax, burada sifətlər çətin sözüdür. Bir də ki, vacib sözüdür. 2 dənə sifət var. Düzdür sözünü sifət olaraq götürmürük biz. Çünki düzdür sözü burada ara söz mövqeyini daha çox xatırladır. Ona görə fikirlərə baxaq. Deməli, özdə ikisi də çoxaltma dərəcəsindədir. Cümlədə 3 sadə sifət var, cəmi 2 sifət var. Sifətlərin 3-ü səhvdir, cəmi 2 sifət var. Sifətlərdən ikisi çoxaltma, biri ahad dərəcədir. Yenə də deyirəm, cəmi 2 sifət var. Bu da səhvdir. Sifətlərin heç biri isimləşməyib, bəli, doğrudur. Bu çətin necə, vacib necə? Öz sualların saxlayıcı cavab D variantı. 23-cü sualda deyir ki, 23-cü sualda sual. Hansı cümlədə işlənmiş ədata əsasən demək olar ki, qüvvətləndirici ədat özündən sonra işlənmiş sifətin dərəcəsinə təsir etməyə də bilər. Yəni bizə nə deyir? Bizə deyir ki, sifətdən əvvəl qüvvətləndirici ədat gəlsin, amma dərəcəsini dəyişməsin.
Yəni burada qüvvətləndirici ədat olaraq ən, lap, daha, çox, olduqca ədatı olmasın. Başqa qüvvətləndirici ədat olsun. C variantına fikir verin. Deyir ki, nənəmin bağçada əkdiyi güllər necə də gözəl idi. Gözəl sözü sifətdir. Özündən əvvəl ədat gəlibmi? Gəlibdir. Dərəcəsini dəyişibmi? Xeyr. Əgər çox gözəl idi olsaydı dərəcəsini dəyişəcəkdi. Hansı ədatlar dərəcəsini dəyişir? Ən, lap, daha, çox, olduqca. Cavab olacaq C variantı. 24-cü sualda deyir ki, səncə bu doğrudur ki, oradakılar gəlmə cəmaatı eyni yerdən sürgün edib? Bu da deməli doğrudur sifətdir. Oradakılar sifətdir, isimləşibdir. Gəlmə sözü sifətdir. Başqa da sifət yoxdur. Mənim 3 dənə sifətim var. İkisi düzəltmədir, biri də isimləşibdir. Deməlidir ki, cümləsindəki sifətlərin təhlilinə aid olan fikirlərdən biri doğru və ya yanlış olmaq baxımından digərlərindən fərqlənir. Baxaq, sifətlərin yalnız biri ismi xüsusiyyətini daşıyır, bəli, doğrudur. Nümunədə sadə sifət işlənməyibdir. Doğru sözü sadə sifətdir, yanlışdır. Sonra sifətlərin üçü quruluşca düzəltmədir. Cəmi 3 dənə sifət işlənibdir. Onun da ikisi düzəltmədir. Bu da yanlışdır. Cavab çıxacaq A variantı. Yenə də dəqiqləşdirək. Sifətlərdən ikisi quruluşca sadədir. Bir dənə sadəsi var. Bu da səhvdir. Feildən düzələn sifət cümlənin xəbəridir. Cümlənin xəbəri sürgün etmək feilidir. Bu da yanlışdır. Cavab A variantı. 25-ci sualda deyir ki, nümunədəki sifətlərlə bağlı doğru uyğunluğu seç. Deməli, dağınıq sadə sifətdir, dalğın düzəltmə sifətdir, dahiyanə sifət deyil, zərfdir, dərdli düzəltmə sifətdir, ürək açıq da mürəkkəb sifətdir. 1, 2, 3, 4. 4 dənə sifətimiz var. Biri sadədir, ikisi düzəltmə, biri də mürəkkəbdir. Deyir ki, bir sadə, 3 düzəltmə səhvdir, 2 dənə düzəltmədir. Biri dalğındır, biri də dərdlidir. Səhvdir. Mürəkkəb sifət ürək açıq. Mürəkkəb sifətin tərkibində təsirli halda olan isim işlənib xeyr. İ burada mənsubiyyət şəkilçisidir. Daha sonra 3. Fərqləndirilən sifətin, burada dərdli sözünü nəzərdə tutur. Fərqləndirilən sifətin quruluşca düzəltmə sinonimi və sadə antonimi var. Demək, dərdli sözünün sinonimi, düzəltmə sinonimi kədərli, qəmli, düşünmək olarmı? Bəli, düşünmək olar. Antonimi də dərdli sözünün şad. Dərdli sözünün antonimi şad, xürrəm kimi düşünmək olar. Deməli, sadə antonimi var. Həmçinin də amonimi də yoxdur. Bəli, doğrudur. Üçüncü fikri mən doğru kimi götürürəm. 3. Sonra yanlışın altından yanlışları seçməliyəm. Deməli, dördüncü fikirdə deyir ki, sifətlərdən biri quruluşca sadədir, dağınıq sadədir. Sadə ismi izah edir, sat ismini izah edir. Bəli, bu doğrudur deyə bunu götürmürəm. 5. Kökü feil olan sifət işlənməsə də səhvdir. Çünki sözün kökü dalğın sözündə dalmaq feilidir. Səhv olduğu üçün götürürəm bunu. Altda deyir ki, səs uzanması olan sifətdən fərqli olaraq nümunədə dağınıq sözü sifətdə uzanma yoxdur. Dalğın sözü sifətdə uzanma yoxdur. Dərdli və ürək açıq heç birində uzanma yoxdur. Burada dahiyanə sözü nəzərdə tutulub. O da sifət deyil. Yanlış fikirdir. Yanlışın altındadır. 3, 5, 6 cavab C variantı. 26-cı sual deyir ki, yenə yaralıdır qanadlar, uça bilmirəm, sənsiz necə yorulub ayaqlar, qaça bilmirəm. Qaraqandan gətirən nümunədir, qəşəng nümunədir. Nümunənin təhlilinə aid olan fikirləri müəyyən edin. Deməli, sifətləri tapaq. Birinci, yaralıdır. Sonra sənsiz burada sifət deyil, zərfdir. Necə zərfdir? Başqa da sifət yoxdur. Yəni cümlədə cəmi bir dənə yaralı sifətim var. O da isimləşməyib. Yaralıdır necədir? Həmçinin də düzəltmədir. Deyir, xəbərli şəkilçisi qəbul edən quruluşda düzəltmə olan sifət işlənibdir. Bəli, yaralıdır xəbərli şəkilçisi qəbul edilibdir, quruluşda da düzəltmədir. Biri götürürəm. İkinci fikir, feildən düzəlmiş sifət işlənməsə də kökü feillə amonim olan sifət işlənibdir. Kökü feillə amonim olan sifət. Bax, yaralılar sözünün kökü yar feilidir. Yəni, feillə amonim deyil. Yar feilinin özüdür. Sonra 3. Deyir ki, birinci misradakı sifət adi dərəcədədir. İsmə aid qrammatik şəkilçi ilə işlənsə də isimləşməyibdir. Birinci misradakı sifət yaralıdır sifətidir. Adi dərəcədirmi? Bəli, adi dərəcədədir. Həmçinin də isimləşməyibdir. Bəli, isimləşməyibdir. Bu da doğru fikirdir. Bunu götürürəm. Cavab çıxır zaten 1, 3, E variantı. 27-ci sualda nə istəyirdir ki, düşmənin nifrəti deyil qorxulu. Qorxulu sifətdir burada. Dostun soyuqluğu düşmənçilikdir. Başqa da sifət yoxdur. Baxın, soyuqluq isimdir, düşmənçilik isimdir. Qorxulu sifətdir. Yəni, cəmi bir dənə sifətimiz mövcuddur. Deyir ki, aid olan fikirləri müəyyən edin, yəni doğruları axtarıq. Birinci, yalnız bir sifət işlənən nümunədə sözlərdən ikisi feildən düzəlibdir. Sözlərdən ikisi feildən düzəlibdir. Deməli, qorxulu sözü isimdən düzəlibdir, soyuqluq sözü soyuq sifətindən düzəlibdir, düşmənçilik də düşməndən. Yəni, heç biri feildən düzəlməyibdir. Bu yanlışdır. Getdi. İsmin xüsusiyyətini daşıyan sifət, sifətin xüsusiyyətini daşıyan isim işlənməyibdir. Bəli, doğrudur. Sifətin xüsusiyyətini daşıyan isim yoxdur, ismin xüsusiyyətini daşıyan da sifət də yoxdur. Doğrudur. Qabağına da doğru yazıb götürürəm. Xəbər rolunda olan sözlərdən biri sifətdən düzələn isimdir.
Sifətdən düzələn isim. Xəbər rolunda olan sözlərdən biri. Bax, biri qorxulu sözüdür, bir də düşmənçilik sözüdür. Düzdürmü? Yazıb ki, sifətdən düzələn isimdir. İsim düşmənçilik sözüdür, xəbərdir, amma sifətdən düzəlməyibdir. Bu səhvdir. Qabağına doğru yazıb deyə bunu götürmürəm. 4. Sifətdən düzələn isim soyuqluq sözündən söhbət gedir. Mübtədanın ifadə vasitəsidir. Səhvdir. Soyuqluq sözü burada mübtəda deyil. Dostun soyuqluğu ifadəsi, yəni üçüncü növ isim birləşmə mübtədadır. Yəni bu yanlışdır. Qabağına da yanlış yazdığı üçün bunu götürürəm. 5. Sifətlərdən ikisi quruluşca düzəltmədir. İkisi, hanı ikisi? Bir dənə sifət var cəmi. Səhvdir. Qabağına da səhv yazdığı üçün 5-i də götürürəm. 2, 4, 5 cavabım olacaq. B variantı. Daha sonra 28-ci sualda deyir ki, bu gələn payızın suları soyuq. Küləkləri hirsli, yağışı incik. Mənim əllərimin sığalı soyuq, sənin gözün yaşlı, baxışın incik. Deməli, nümunədəki sifətlərin təhlilinə aid olan fikirləri müəyyən eləyin. Yəni, nə edirik? Doğru fikirlər axtarırıq. Axtaraq. Deməli, sifətlərin sintaktik vəzifəsi və quruluşu eynidir. Bax, soyuq düzəltmə, hirsli düzəltmə, incik düzəltmə, soyuq yenə düzəltmə, yaşlı düzəltmə, incik düzəltmə. Hamısı düzəltmədir, hamısı da xəbərdir. Birinci fikir doğrudur, biri götürdük. 2. Feildən düzələn sifətlərin morfoloji sualları eynidir. Feildən düzələn, ümumiyyətlə, buradakı verilən sifətlərin hamısının morfoloji sualı eynidir. Yəni, bu fikir doğru olmamaq şansı yoxdur, bu da doğrudur. Ona görə bunu götürürük. Verilən sifətlərin hamısı necə suala cavab verirlər və feildən düzələn soyuqdur, incikdir, necə suala cavab verirlər. 3. Üçüncü misrada 2 sifət işlənibdir. Üçüncü misrada cəmi bir dənə soyuq sifəti işlənib, səhvdir. Sonra 4. Kökü isim ilə amonim olan sifətlər işlənib. Kökü isim ilə amonim olan sifətlər işlənibdir. Baxıram ki, yaşlı sözü işlənib. Yaşlı sözünün kökü yaş sifətidir və yaş sifəti də yaş ismi ilə amonimdirmi? Bəli, amonimdir. Həmçinin də incik sözünün kökü inci feilidir. İnci feili də inci ismi ilə amonimdirmi? Bəli, amonimdir. Bunu da götürürəm. 1, 2, 4 cavab çıxır B variantı. 29-cu sualda, bir dəqiqə bunu biraz yaxınlaşdıraq. Deməli, fikirlərin doğru və ya yanlış olmağını bizdən soruşur. Fikirlərin doğru yoxsa yanlış olmağını bizdən soruşur. Baxa görə elə doğrudur yoxsa yanlışdır. Deməli, 1. Sifətin yanında isim gəlməsinə baxmayaraq yenə də isimləşə bilər. Bəli, doğrudur. Məsələn, deyəm ki, körpə beşikdən yıxıldı. Körpə isimləşibdir, amma ardınca isim gəlibdir yenə də. Doğrudur. Yazmadıq. Sonra sifət yalnız ismə aid cəm, mənsubiyyət və hal şəkilçilərini qəbul edərək isimləşir. Yanlışdır. Şəxs şəkilçisi qəbul edəndə də isimləşə bilər. Çoxaltma dərəcəsi morfoloji yolla yaranan sifətlərin hamısında vurğu ilk hecada olur. Təbii ki, səhvdir bu. Səhvdir bu. Yaxşıca sonda ola bilər. Sonra cümlənin baş üzvləri olduqda sifət ismi xüsusiyyətlərini daşımalıdır. Xəbər olmaq üçün məcbur deyil. Səhvdir. Sifət ismi xüsusiyyətlərini daşıyanda dərəcə əlamətini saxlayır. Bəli, sifət hər zaman dərəcə əlamətini saxlayır. Deməli, 1 ilə 5 doğrudur, qalanları səhvdir. 1 ilə 5 doğrudur, qalanları səhvdir. Cavab D variantı. 30-cu sualda dedik ki, sifətin ismi xüsusiyyətlərinin daşıması ismin təsirli halına əsasən olarsa, həmin sifətə aid edilə bilər. Yəni, nə deməkdir? Bu deyir ki, təsirli halda olan sifət. Təsirli halda olan sifət haqqında doğru fikir istəyir. Cümlədə təyin ifadə vasitəsi olmaq xeyr. Təsirli hal təyin olmur. Cümlədə xəbərin ifadə vasitəsi olmaq xeyr. Təsirli hal xəbər də olmur. Səhvdir. Daha sonra, üçüncü fikir, cümlədə mübtədanın ifadə vasitəsi olmaq, təsirli hal mübtəda da olmur. İş burasıdır, bu da səhvdir. Cümlədə müstəqil şəkildə cümlə üzvü olmamaq, bəli, olmaya bilər. Söz birləşməsinin tərkibində ola bilər, doğru. Söz birləşməsinin tərkibində işlənmək, bəli, zaten bunu dedim, söz birləşməsinin tərkibində işlənə bilər. Doğrudur. Deməli, 4-dür, 5-dir, yəni cavab olmalıdır B variantı. Hələlik bu qədər. İzahın davamını növbəti videoda paylaşacağım. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.